Ticarət modulu haqqında ümumi məlumat. Ticarət modulu 5 bölmədən ibarətdir. Əməliyyatlar bölməsi ticari əməliyyatların icrası üçün nəzərdə tutulmuşdur. Eyni zamanda bu bölmədə aparılmış, icra olunmuş əməliyyatların siyahısını görmək, müxtəlif məlumatlar üzrə axtarışlar vermək və ehtiyac yarandığı təqdirdə icra olunmuş əməliyyatlara müvafiq olaraq düzəliş və dəyişikliklər aparma imkanı verir. Təkliflər bölməsi satışdan öncəki proseslərin dərhal olunması üçün, yəni təklif sənədlərinin və yaxud sifariş sənədlərinin hazırlanması, eyni zamanda fiziki sənəd formalarının çap olunması üçün istifadə olunur. Bu bölmədə daha öncə hansı müştərilərdən təkliflər qəbul olunub və yaxud hansı təchizatçılara sifarişlər verilib, sənədləri izləmək mümkündür. Sənədləri açaraq onun daxilindəki məhsulların adları, sayları, eyni zamanda qiymətləri və s. kimi məlumatları incələməsi nəticə etmək olur. Müqavilələr bölməsi alış və yaxud satış istiqamətində müştəri və yaxud təchizatçılarla imzalanmış müqavilələrin sistemə qeydiyyatına aparılması üçün istifadə olunur. Eyni zamanda burada imzalanmış müqavilələrin siyahısını görmək və lazım gələrsə, həmin müqavilələrə müvafiq düzəliş və dəyişikliklər aparılması mümkündür. İstehsalat bölməsi məhsulların hazırlanması, məhsulların maye dəyərinin formalaşdırılması üçün nəzərdə tutulmuş bir bölmədir. Burada istehsalat tapşırıqlarının həyata keçirilməsi, eyni zamanda aparılmış istehsalat tapşırıqlarının nəticələrinin izlənməsi mümkündür. Sonuncu hesabatlar bölməsində isə alt bölmə olaraq dövrə hesabatı, məhsulların təyin edilmiş, seçilmiş interval ərzində, seçilmiş 2 tarix aralığında hərəkət cədvəlini izləmə imkanı verir. Dövrə cədvəlinin məqsədi hansı məhsuldan seçilmiş dövrün əvvəlinə nə qədər mövcud olması, eyni zamanda seçilən interval daxilində məhsulların ambara qəbul edilmə sayları, eyni zamanda onların sənədləri, həmçinin xarici olma və eyni zamanda onların sənədləri və yekunda ambarda mövcud qalıq məlumatları öz əksini tapmışdır. Satış hesabatında isə məhsulların satış hesabatını, məhsullarla bağlı, məhsulların satışı ilə bağlı məlumatların izlənməsini həyata keçirmək olur. Burada çox müxtəlif kombinasiyalarda filtrlər verərək satış hesabatları formalaşdırmaq da mümkündür. Satış hesabatında məhsulun satışı ilə bağlı bütün dataların sistemdən əldə edilməsi mümkündür. Bura aiddir hansı məhsul, hansı tarixdə hansı müştəriyə satılıb, hansı say və qiymətdə satılıb. Eyni zamanda onun toplam dövriyyəsi, mayası, marja, mənfəət və s. kimi məlumatlar öz əksini tapmışdır. Alışlar hesabatı da məhsullar üzrə alış hesabatı, məhsulların alışı ilə bağlı olan bütün datalar, informasiyaları özündə əks etdirir. Burada həmçinin hansı məhsul, hansı tarixdə, hansı sənədlə, hansı təchizatçıdan, hansı qiymətə və yaxud sayda alınıb, tərzində məlumatların əks olunması öz əksini tapmışdır və eyni zamanda burada da axtarış vermək, filtrləmək və müxtəlif kombinasiyalarda alış hesabatları formalaşdırma imkanı mövcuddur.